gördünüz dostlar. Sarabı Şərəbiyan şehrinin üstünde İsmailabad kəndin isti suyundur. Baxın bu isti suya. Gözəl gəynir yerdən çıxır. Mütəəssifانə bu gözəllikdə kəndin, bu abadlıqda kəndin 2 nəfər tapılmayıb ki, 2 kisəsi imandan bunun dövrəsinə daş işləyə bir balaca istəxr ola ki, həm kəndin öz əhalisi istifadə eləyə, həm misafirlər istifadə eləyə. Dəlil gətirirlər ki, sel gəlir, aparır. Əvvələn çəkməyiblər ki, sel də apara. Onlar qabil qəbul deyil. Doğumən eləyə bilərdilər, bir dənə tiqə duvar çəkələ burada. Biraz yuxarıda bir duvar çəkiblər. Dehyarı, şura, heç onlar da olmasa kəndin öz əhli, yəni 2 nəfər tapılmırdı. Bir dənə balaca buradan duvar çəkəydilər. Həmən duvarın dal tərəfi də olaydı istər, simanla dövrələyəydilər. Hevi bu gözəlliyə, bu çeşmələrə, bu bulaqlara, bu kətdə var, qədrin bilməmişik. Kəndin əhlindən və kətdəyimizi sövən adamlardan xahiş edirəm ki, köməkli eləyələr. İlla kəndin öz əhli, çünki kəndin əhli deyir ki, ayrı adam gəlib çəksə yəliklərlər. Yaxşı, kəndin özündən bir 2 nəfər yığışsın, bir 2 kisə siman alsınlar, bir anı cürrəsindən hevihdir. Bu bir dənə təbii neyməti ilahidir düşüb əlimizə. Bu cür qəşəng, gözəl, səfalı bir yerdə qərar tapıb.